Salam dəyərli abituriyentlər, sizinlə 2026-nın model suallarından olan belə bir test nümunəsinə baxırıq. Testimiz gördüyünüz kimi qrafa aiddir. Deməli, qrafın qonşuluq matrisindəki birlərin sayı ən çox olan sətirdəki sıfırların sayı bu matrisin bütün sıfırlarının sayından nə qədər azdır? İlk öncə, deməli, testimiz diqrafa aiddir. Baxaq, buradakı olan 0 və 1-ləri müəyyən eləyək. Burada 8 dənə təpə var. N-in N-ə matrisini qursaq, biz 8-in 8-ə matris qurarıq. Buradan da alıram 64 dənə 0 və 1. 64 dənə 0 və 1 var və burada olan 1-ləri tapaq ilk öncə. Deməli, oxları müəyyən eləyək. Burada 8 dənə ox və bir də hər təpədən çıxıb özünə qayıdan ilgəyimiz var. Buradan da alıram. 8 burada, yəni hər təpədən çıxıb özünə qaydana ilgək deyirik və bu ilgəklərin sayı da 8-ə bərabər. Deməli, 16 dənə da birimiz var. Əgər 64 dənə 0 və 1-dən 16 dənə birimiz varsa, buradan 48 dənə 0 çıxır. Və qaydaq indi məsələmizin şərtinə. Deyir, diqrafın qonşuluq matrisindəki birlərin sayı ən çox olan sətirdəki. Sətir nə deməkdir? Yəni, məsələn, tutaq ki, A təpəsindən B təpəsinə, A təpəsindən C təpəsinə gedirsə, yəni A-dan çıxanlara biz sətir deyirik. Bizə də lazımdır ki, buradakı təpələrdən çıxan, deməli, oxlar lazımdır. Yəni, nə qədər çox ox çıxarsa, ona biz 1 deyəcəyik. Çünki deyirəm ki, A təpəsindən çıxanlara biz nə deyirik? Sətir deyirik. Məsələn, burada B təpəsinə gəlir. Gələnlərə isə sütun deyirik. İndi nə deyir? Birlərin sayı ən çox olan. Baxıram ki, bura bu təpələrə bir ad verir. Çünki ad verilməyib. A təpəsi, B, Y, buradan F, E və H. Məsələn, baxıram ki, A təpəsinə. A təpəsindən baxırıq ki, özündən çıxıb özünə qayıdan və bir də B ilə H-a gedən yol. Deməli, buradan neçə dənə, yəni bu sətirdə, A təpəsində neçə dənə, həmin A təpənin sətirində 3 dənə 1 var. Amma baxıram ki, B-də elə deyil. B-də bir dənə özündən çıxıb özünə qayıdır. Deməli, burada bir dənə, yəni bu sətirdə bir dənə 1 var. Bizə də lazımdır ki, birlərin sayı ən çox olan sətir. Baxıram ki, bax, A təpəsi, sonra C-də var, Y-də və bir də, deməli, G-də. Və bunların hər birindən 3 dənə til çıxır. Deməli, 3 dənə 1 var. Yəni, 3 dənə təpə ilə qonşudurlar. Bir özündən çıxıb özünə qayıdan, bir də B ilə H-a gedən yollar. Məsələn, A-nı misal göstərirəm. Mən A-nın üzərində deyirəm bunu və bu həm C-yə, həm D-yə, həm də G-yə aiddir. Həm də G-yə aiddir. Əgər bunlar 3 dənə 1 varsa, deməli, hər təpədə, istər A-da, istər deməli C-də, istər Y-də, istər də deməli G təpəsində. 3 dənə 1 varsa, deməli 5 dənə də 0 var. 4 dənə təpə varsa burada, 4-ü vuraram 5-ə, alaram nə? 20 dənə 0. Niyə 20 dənə 0 aldım? Çünki 4 dənə təpəm var. Yəni 4 təpənin sətirlərində ən çox 1 olan bu 4 təpəmdir və əgər hər birində 3 dənə 1 varsa, 8 dənə təpənin 3 dənə 1 varsa, deməli 5 dənə də nə var? 0. Ümumi olaraq birlərin sayı ən çox olan sətirdəki sıfırların sayı lazımdır. Sıfırların sayını tapdım və deyir ki, bu matrisdəki bütün sıfırların sayından nə qədər azdır? Bu matrisdə bütün sıfırların sayı nəyə bərabər edir? 48. 48 çıxılsın 20 bərabərdir 28. Deməli, 28 dənə 0 və 1, daha doğrusu, sıfırların sayı bu matrisin bütün sıfırların sayı nə qədər azdır? Yəni, 20 birlərin sayı çox olan sətirdəki sıfırların sayıdır. 48 isə ümumidir. 48-dən çıxaram 20, alaram 28, 0 azdır. Yəni, 28, 0 azdır.